Salam əziz Lənkəranlılar, şəhərimizin əziz qonaqları. Gəlmişəm bugün sizə günlük kirayə ev təqdim eləməyə. Hal-hazırda göl üstü evdəyik, Lənkəran rayonu Səfərədi kəndində. Zəhmət olmasa çəkilən, baxın bu bizim möhtəşəm, heyrətamiz gölümüzdür. Yəni göylə, səma ilə gölün sintezidir. Konkret mənzərə, eşq. Yəni həyətində bir xudmani bir həyəti var, yerləncəyi də var. Mən istəyirəm sizə bu evin içində göstərim, təqdim edim. Burada bir balaca balkonu var ya, burada axşamlar, səhər elə süfrə açıb gölün üstündə nahar edə bilərsiniz, dincələ bilərsiniz. Qiymət də ki, əvvəlcədən deyim ki, çox ucuz qiymətədir. Yəni günlük 50 manatadır. Evin içində sizə göstərim. Evin içində göstərim sizə. Dostlar, xudmani balaca bir böyük zaldan ibarətdir. Bura əsasən o bütün gün gəzib, əsasən gecələmək üçün yer axtaranlar üçün nəzərdə tutulub, həm də göl üstü möhtəşəm bir yerdir. Hal-hazırda qonaqlar da gələcək. 5 nəfərlik ailədir. Onu qeyd edeyim, ancaq ailə ilə gəlmək lazımdır. 2 nəfərlik taxt, 1 nəfərlik krafat, 1 divan, bir də raskladuşka atmışıq ki, dedilər ki 5 nəfərlik, ona görə 5 nəfərlik bir yer hazırladır. Mətbəxi də var. Həm də xudmani balaca bir mətbəxi var. Burada düz baxır yenə də gölə. Hamam tualet də var, hər şey qaydasındadır. Heç istərsən çəkinə zəhmət olmasa, yəni səliqəli qaydasındadır hamam tualetdə. Ondan sonra onu qeyd edeyim ki, evdə Wi-Fi də var, istilik sistemi, qab-qacaq, hər bir şərait qaydasındadır. Kondisioner nə qədər də var. Qiymət də cəmi cümlətanı 50 manatadır. Yəni 50 manata başqa heç nə tapa bilməzsiniz bu gözəllikdə. Bu yenə də qeyd edən balaca evdir. Bizim elə bu gölün ətrafında bir dənə də böyük evimiz var. O 3 otaqlıdır. Orada 8-9 nəfərə qədər adam qala bilər. Hətta raskladuşka qoysaq ora lap 10 nəfər də adam qala bilər. Onun qiyməti isə 100 manatdır. Təşəkkür edirəm videoyu izlədiyinizə görə. Minnətdaram. Bir də zəhmət olmasa yenə çəkirəm bu gölün gözəlliyini. Möhtəşəmdir. Bir də onu da qeyd edeyim. Burada samavar da, mangal da var. Yəni belə şey gətirməyə də ehtiyacı yoxdur. Elə bizdən sizə də var. Təşəkkürlər.